Salam uşaqlar. Deməli, bugün mən sizə valentli kimya forumunun tərtibi testlərinin izahını verəcəm. İlk öncə testlərin izahını verməzdən əvvəl sizə belə bir məlumatla bölüşmək istəyirəm. Uşaqlar, deməli, mənim özümün bir qrupu var ki, orada uşaqların fərqi yoxdur, 9, 10, 11-ci siniflər qoşula bilərlər. Bu qrupda əsasən deməli, kimyanın test izahları veriləcək. Yalnızca sınaqların və bu sınaqlar OTK sınaqları ola bilər, modellər ola bilər və yaxud da qəbullardan seçilmiş suallar ola bilər və yaxud da ki, özünün hazırladığı sınaqlar olacaq və bu sınaqların mən hər birinin özünün video izahlarını çəkəcəm və sınağın müəyyən bir vaxt ərzində, müəyyən bir müddət içərisində siz işləyəcəksiniz və variantlarla bir yerdə, həllərlə bir yerdə mənim şəxsi kontaktıma atacaqsınız. Mən onları yoxlayacağam. Məsələn, kim ki ilk üçlükdədirsə, birinci yer, ikinci yer və üçüncü yer, həmin o qaliblərin mən adını orada qeyd edəcəm və bu sizin üçün böyük bir başarıdır. Eyni zamanda həvəsləndirici, motivasiya edici bir şey olacaq. Və uşaqlar, bu videonu mən YouTube-da yerləşdirməyəcəm, yalnız o qrupa atacağam. Belə ekran kaydı alacağım, siz həmin o sınağın testin izahına baxmış olacaqsınız. Belə ki, o sınaq qrupu da tamamilə ödənişsizdir, sadəcə sizin burada öyrənmə məqsədi daşıyır. Və uşaqlar, nömrəni mən burada qeyd edeyim. 051, bu mənim öz nömrəmdir. 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Aha, gəlin indi uşaqlar baxaq birinci suala. Birinci sualda deyir ki, valentliyə əsasən manqan oksid formulunu müəyyən edin. Baxın uşaqlar, manqan oksid deyir də. Manqan valentli nə qədərdir? Yazıb bizdə 7 valentlidir, oksigen də 2 valentlidir. Mən öyrətmişəm ki, formulu biz necə yazırıq? Çarpaz şəkildə yazırıq. Yəni bu oksigenin 2 valentli gəlir manqanın ayağına, manqanın 7 valentli də gəlir oksigenin ayağına. Olur manqan 2O7. Bu birinci sual. İkinci sual. İkinci sualda yazıb ki, ferium oksiddir. Oksigen deməli 3 valentlidir, ferium da 2 valentlidir. Və mən bunu necə yazacağam? Çarpaz şəklində. Deməli oksigen 2 valentlini yazıram feriumun ayağına, ferium da 3 valentlini yazıram oksigenin ayağına. Deməli olacaq ferium 2O3, yəni olacaq 2-də Y variantı. Sonra uşaqlar, gəlin baxaq 3-cü suala. 3-cü sualda nə deyir? 3-cü sualda deyir ki, birləşmədə karbon neçə valentlidir? Uşaqlar, karbondan nə qədər xətt çıxıbsa, o qədər də valentliyi var. Baxın, 1 xətt, 2 xətt, görürsünüz bunu. 1 xətt, 2 xətt, 3 xətt, 4 xətt. 4 dənə xətt çıxıb da. Düzdürmü? Baxın, fikir verin özünüzdə. Sayın 4 dənə xətt. Deməli, onda valentli necə olacaq? 4 valentli olacaq. Bəli. İndi burada kükürdün valentliyi soruşur. 1, 2, 3, 4, 5, 6. Bəli. Sonra gəlin baxaq 5-ci suala. 5-ci sualda nə deyir? Deyir, hansı birləşmədə kükürd 4 valentlidir? Baxın uşaqlar. Bir dənə ağ səhifə yazım. Burada hamısının valentliklərini öyrənəyin. Kim ki bilmir, heç bir problem yoxdur. Hamısını öyrənəcəksiniz. Kimi uşaqlar ilk başda çətin gəlir uşaqlara. Onun nəzəri məlumatları siz əgər həqiqətən yaxşı öyrənmisinizsə, testləri işləməyə bilərsiniz ilk başdan. Səhvləriniz çox çıxa bilər. Bunlar hamısı normaldır. Video izahlara baxa-baxa, özünüz evdə dəfələrlə təkrar işləyə-işləyə bunun hamısının üstəsindən gəlmək mümkündür. Deməli, baxın, 5-ci sualda deyir ki, hansı birləşmədə kükürd 4 valentlidir? A variantında yazır SO2. Baxın uşaqlar, bizə kükürdün valentliyi soruşur. Deyək ki, bunu X-dır, bilmirik. Oksigen uşaqlar sabit valentlidir, 2 valentlidir. Biz kükürdün valentliyini necə tapırıq? Deyirik ki, oksigenin valentliyi 2-ni vururuq. Oksigenin bu ayağındakı indeksi 2-yə. 2-ni vurduq 2-yə və 2-ni 2-yə vuranda neçə eləyir uşaqlar? 4 eləyir. 4-ü bölürəm kükürdün ayağındakı indeksə, yəni heç bir şey yoxdur, 1-ə. Deməli, onda kükürdün valentliyi neçə olacaq? 4 valentli. Məndən hansı birləşmədə kükürd 4 valentli soruşur da A variantı. Məsələn, baxın, C variantında misal olaraq burada SO2 deyir. Oksigen 2 valentlidir. 2-ni vurdum 3-ə 6, 6-nı böldüm 1-ə. Onda kükürd neçə olacaq? 6 valentli olacaq. D variantında kalsium S verib, düzdürmü? Kalsium 2 valentlidir. Deməli, kükürd də 2 valentliymiş ki, bu ikilər ixtisar gedib olub 1-in 1 nisbətində. Və yaxud da kalsium S dedik, kalsium 2 valentlidir. 2-ni vurursunuz, kalsiumun ayağındakı indeks yoxdur, heç bir şey 1-ə olduğu ki, bölürsünüz kükürdün indeksinə 1-ə, onda kükürd də 2 valentlidir. Ferium 2 S3 də uşaqlar, bu o deməkdir ki, ferium 2 S3. Deməli, bu çarpaz şəkildə yazıb da ferium 2 S3 çarpaz şəkildə yazıb. Deməli, bu 2 kükürdündür, 3 də dəmirindir. Çünki biz formulu yazanda necə yazırdıq? Çarpaz. Deməli, burada da kükürd neçə valentli olmuş olur? 2. Bu da getdi. Kuprum 2S də. Deməli, baxın uşaqlar, kuprum 2S'i buradan yazıram. Kuprum 2S.
Çarpazdır da, deməli bu 2 əslində kükürdün idi. Kükürdün valentli idi. Bu da heç bir şey yoxdur. 1 misin valentli idi. Sadəcə bunlar çarpaz yazılır. 1 gəlir kükürdün ayağına, 2 də gəlir kuprumun ayağına. Deməli doğru cavab oldu 5-də A variantı. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, hansı halda oksidin formulu düz göstərilib? Elə A variantında. B variantında 2 gəlir fosforun ayağına, 5 də gəlməlidir oksigen ayağına, amma bura 3 yazıb. Ona görə B variantı səhvdir. Deməli manqan 2 O2-də bu 2 valentdə, bu 4 valentdə ixtisar gedir 2-yə. Bu olur 1, bu olur 2. 1 yazılmalıydı manqan ayağına, 2 də yazılmalıdır oksigen ayağına. Yəni manqan 2 O2 deyil də manqan O2 olmalıydı. C variantı səhvdir. Bu da deməli 1 gəlməlidir oksigen ayağına, 2 də gəlməlidir natrium ayağına. Yəni olmalıydı natrium 2O. Natrium 2O2 yox. Burada 2'lər ixtisar gedəndə olmalıydı maqnezium oksid, maqnezium O2 olmalı değildi. Sonra 7-ci sualda. Deyir hansı metal birləşmədə 1 valentlidir? Uşaqlar kalsium 2 valentlidir, maqnezium 2 valentlidir, alüminium deməli deyirsiniz ki 3 valentlidir, natrium da 1 valentlidir. Deməli cavab olur hansı variant? 7-də Y variantı. 8-də valentliklərə uyğun olaraq hansı formul düzgün verilmişdir? Uşaqlar A variantı yanlışdır. Çünki manqan 2O7 olmalıydı. Burada B variantında xrom 2O3. Hardan bilirsiniz? Ay müəllim çarpaz. Bax bu 2 gəlir xromun ayağına, 3 də gəlməlidir oksigen ayağına. Burada 6 ilə 2 ixtisar gedəndə burada 1 olur, burada 3 olur. 1 gəlməlidir xromun ayağına, gəlib 3 də gəlib oksigen ayağına. Elə olur C variantı düz. Bu D variantı P2O5 olmalıydı. Y variantı isə litium 2O olmalıydı. Deməli bunlar da səhvdirlər. Doğru cavab olur 8-də C variantı. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyir ki, hansı formulda elementlərin valentliyi düzgün göstərilmişdir? Elementlərin valentliyi deyir. Uşaqlar, hidrogen nə vaxtın 3 valentli olub? Hidrogen 3 valentli olmur. Hidrogen 1 valentlidir. Deməli burada valentliyi düz göstərilib. Amma yazardı da bu ferium oksid belə demək deyil. Axı ferium oksiddə belə yazıbsa oksigen 2 valentli isə ferium da 2 valentli olmalıydı. Düzdürmü? Amma burada ferium neçə valent verib? 3 valentli. Deməli yanlışdır da. Doğru cavab olacaq hansı variant? Yox, bir dəqiqə gözləyin. Səhv yazdım. Burada oksigen 3 yazıb. 3. Oksigen 3 valentli, alüminium 2O3 olmur. Yanlışdır. Alüminium 3 valentli olur, oksigen 2 valentli. C variantında doğru variant ferium 2O3. B variantında hidrogen 1 valentlidir, amma karbon 2 valentli yox, 4 valentli olmalıydı. Sonra 10-cu sualda hansı sıradakı elementlərin hamısı dəyişkəndir? Kalsium dəyişkən deyil, natrium dəyişkən deyil. Burada da natrium, maqnezium, kalsium sabitdirlər. Deməli 10-cu sualda hansı variant olacaq? D variantı. Flor sabit 1 valentlidir. Amferiumdur, fosfordur, kükürdür. Bunlar dəyişkəndirlər. On birinci suala baxalım. 11-ci sualda deyir ki, hansı sıradakı elementlərin hamısı sabit valentlidir? Flor, maqnezium, kalium. Flor 1 valentli, maqnezium 2 valentli, kalium da 1 valentli. 11-də C variantı. Sonra 12-də hansı elementlər dəyişkəndir? Kaliumla maqnezium sabitdir, amma mislə fosfor dəyişkəndir. 1-dən 3 A variantı. Gəlin baxalım 13-cü suala. Aha. 13-cü sual. Deyir xlor oksid. Uşaqlar, xlor dəyişkən valentlidir. Bizə xlorun neçə valentli olduğu qeyd olunmayıb. Ona görə xlorun valentliyini bilmirəmsə, mən bunun ümumi formulunu bilmirəm də. Məsəl üçün bizə desəydi ki, məsələn, bir dəqiqə. Məsələn, bizə desəydi ki, misal olaraq, məsələn, desəydi ki, xlor, məsələn, 5 oksid. Düzdürmü? Xlor 5 oksid desəydi, onda xlorun yuxarı hissəsinə 5 yazardım, oksigenə də 2 yazardım və çarpaz yazardım xlor 2O5. Mənə xlor 5 oksid və yaxud da xlor 3 oksid, 1 oksid elə bir şey yazıbmı? Yazmayıb. Xlorun valentliyini bilmirəmsə, oksigenin olsun ki, bilirəm 2 valentlidir, amma xlorun ümumi valentliyini bilmirəm. Mən bunun indekslərini belə yaza bilərəm? Yox. Deməli, uşaqlar, mən xlor XOY şəklində yazıram.
Çünki onların xlorun valentini tam dəqiq bilmədiyimə görə mən ümumi belə formulu yazdım. Xlor X, O, Y. Deyir, xlor oksidin 18,3 qramında. Bu ümumi 18,3 qramdır. Deyir, 18,3 qramında 11,2 qram oksigen var. 11,2 qram nə var? Oksigen. Ona görə oksigen yuxarı hissəsini yazdım. 11,2. Deyir, oksigen formulunu müəyyən edin. İndi uşaqlar sizə sual verirəm. Ümumi xlor oksidin 18,3 qramdır. Onun 11,2-si əgər ki oksigendirsə, yerdə qalanı bəs nədir? Xlor. Yəni 18,3-dən 11,2 çıxanda neçə eləyir? 7,1. 7,1 qramı deməli nə oldu? Xlor. Və mənə deyir ki, oksidin formulunu müəyyən edin. Mən bunu necə müəyyən edirəm? Mənə verilən şərtdə verilən qiymətləri bölürəm hər bir elementin A yerinə. 7,1 qram mənə verib xlorda. 7,1 bölürəm xlorun A yerinə. Yəni 35,5-ə nisbət şəklində yazıram. Bu məndə xlordur. Xlorun yazdığım qiymətlərdir. Oksigen də ki, mənim üçün verib 11,2 qram şərtdə. Onu da bölürəm oksigen ayrı 16-ya. 7,1, 35,5 ixtisar getdi 7,1-ə. Bu oldu nə? 5-də 1. 11,2 ilə 16 ixtisar getsin nəyə? 11,2-ni də uşaqlar 16-ya böləndə aldı. 0,7, onu da yazdım 17 şəklində. Məxrəcdən azad olmaqdan ötürü hər tərəfi vururam 10-a. Bunu da vurdum, bunu da vurdum 10-a. Burada ixtisar getdi, qaldı 7. Burada da ixtisar getdi, qaldı 2. Deməli, 2-nin 7 nisbətində. Deməli, mənim formulum necəymiş? Xlor 2, O, 7. Deməli, doğru cavab olacaq 13-də B variantı. Sonra 14-cü sualda bunun bənzəridir. Gəlin, onu da bir yerdə yazağın. Aha, uşaqlar. 14-cü suala baxağın. Azot oksid deyir. Azotun mənə valentliyi qeyd olunubmu? Qeyd olunmayıb. Azot da bilir ki, dəyişkən valentlidir. Bir 3 valentli olur. 3 valentli olur, bir də 4 valentli olur. Mənə deməyib də azot 3 oksid və yaxud da 4 oksid. Ona görə mən onun formulunu bilmirəm. Yazıram ki, NXOY. Deyir ki, azot oksidin 22 qramında. Bu ümumi 22 qramdır. 22 qram. Bu 22 qramında deyir 8 qram oksigen var. Əgər uşaqlar 8 qram oksigendirsə, deməli 14 qramda azot olacaq. Bəli. İndi mən 14 qram azotu böləcəm ayerin azotuna. 14-ə nisbət edirəm. Oksigen 8 qramda bölürəm. Oksigen ayırı 16-ya. Bu oldu 1, bu da oldu 2-də 1. Kəsirdən azad olmaq üçün bunu da 2-yə vurdum, bunu da 2-yə vurdum. Bu oldu 2-nin 1 nisbətində. Deməli olur N2O. Yəni 14-də olur. Bir dəqiqə gözləyin, nəsə səhv yazdım. N2O deyirəm, C variantını götürürəm amma. 14-də olur D variantı. Sonra 15-ci suala baxağın. Demək, elementlər deyir, sabit valent. X sabitdir. X sabitsə bu maqnezium olar, sink olar. Ondan sonra deyir, dəyişkəndir. Bu sink ola bilməz, dəyişkən və yaxud da belə silək də. Deməli, xrom da ola bilməz. Yox, bir dəqiqə. Bir dəqiqə. Bizə dəyişkən deyirsə, deməli, olur B variantı. Maqnezium çünki sabitdir. Və yenə sabit B variantıdır uşaqlar. Sonra 16. X deyir, dəyişkəndir. Deməli, bu getdi. Fosfor ola bilər. Sabit deyir. Və yaxud da feriumlar ola bilər. Kalsiyum. Bir də dəyişkən yenə fosfor. Cavab olur B variantı. Bununla da valentli kimya formulu tərtibi testlərin hamısı bitdi. Hələlik uşaqlar, sağ olun.